Salam əziz şagirdlər. Bugün mən sizə 6-cı sinif ingilis dili dərsliyindən səhifə 56, 57, 58-i izah edəcəm. Bu dərslik 2025-ci il, 2026-cı il tədris üçün nəzərdə tutulmuşdur. Practice extra, daha çox məşğul ol. Reading, yazı. Around the curriculum ətrafında. A book review, bir kitab icması. White Fangs, ağ diş. Öncə bu əsəri oxuyaq. White Fangs is an adventure story from 1906. Ağ Diş 1906-cı ildən bir macəra filmidir. The action happens in the Yukon territory of North Canada. Hadisələr Şimali Kanadada Yukon ərazisində baş verdi. At that time, a lot of people went to look for gold in the Clodic River. Həmin dövrdə bir çox insanlar Clodic çayından qızıl axtarmağa getdi. They used dogs to travel across the snow, usually 6 per sled. Onlar deməli qar üzərində səyahəti itlərlə edirdi. Dişən başına 6 it istifadə edirdi. Wolves attacked men and the dogs. Canavarlar insanlara və kişilərə və itlərə hücum etdi. Sometimes dogs escaped and then lived with their wolves. Bəzən itlər qaçdı və canavarlarla yaşadı. White Fang is a wolf dog. Ağ diş bir canavar itidir. His mother Kitty is a sled dog and his father is a wolf. Onun anası bir kirşə iti, atası isə bir canavar idi. The book is in 3 parts and I liked it because the animals tell most of the story. Kitab 3 hissədən ibarətdir və mən onu xoşladım. Çünki hekayələr əksərən insanlarla bərabər heyvanların dilindən danışılır. Firstly, we hear called Bill, then from Kitty and finally from White Fang himself. Öncə biz onu Bill adlı kişidən, sonra Kitty'dən və nəticədə isə Ağ dişin özündən eşitdik. We learned that the Yukon is a violent place and the food is difficult to find. Biz öyrəndik ki, Yukon bir zorakı, pis olan yer idi və burada yemək tapmaq çətin idi. It is hard for dogs and the wolves to survive. O, itlərin və canavarların yaşaması üçün çətin idi. People are often cruel to each other and their animals. İnsanlar tez-tez bir-birlərinə və heyvanlarına qəddar, zalımcasına yanaşırdı. White Fang's life is full of problems, but his mother protects him and he learns how to fight. Ağ dişin deməli həyatı problemlərlə dolu idi. Onun anası onu müdafiə etdi və ona döyüşməyi öyrətdi. There are very sad moments in the book, but White Fang survives and the ending is a surprise. Kitab çoxlu qəmgin anlarla dolu idi. Lakin ağ diş sağ qaldı və sonluq bizim üçün sürpriz oldu. This is an exciting book. I finished it super fast. Bu çox həyəcan verici kitabdır və mən bu kitabı çox sürətlə bitirdim. By Jack London, Jack Londonun əsəridir. Tapşırıq 1. What is the review about? Tick the correct answer. Kitab nə haqqındadır və biz burada düzgün cavabı tapmalıyıq. A new book, yeni bir kitab. A classic novel, klassik novellalar. A travel book, bir səyahət kitabı. Əlbəttə, book review and the complete table. Deməli, biz buradakı cədvəli kitaba baxaraq tapıb düzgün yerinə yerləşdirməliyik. Title başlıqdır, White Fang, ağ diş yazılmışdır. O isə müəllifi Jack London qeyd edəcəyik. Tip of book, kitabın növü, an adventure story book, year in 1906, place, the Yukon territory of North Canada, main characters, White Fang, his mother Kitty and a man called Bill. Opinion of review, this is an exciting book. Bu tapşırığa keçək. Circle the one word mistake in each sentences, then write the correction. Deməli, biz 1-dən 6-ya qədər olan bu cümlələrdə səhvləri dairəyə alacağıq və qarşısında düzgün olan sözü yazacağıq. In the book, kitabda, people went to the Yukon to find dogs.
Deyir ki, kitabda insanlar it tapmağa gedirdi. Xeyr, gold, qızıl axtarmağa gedirdi. People traveled in the Yukon on sleds with horses. Xeyr, atlarla deyil, onlar itlərlə səyahət edirdilər. Whitefang is a wolf. Whitefang is a wolf dog. Whitefang father tells part of the story. Xeyr, burada Whitefang's mother olmalıydı. The Yukon was a friendly place to live. Xeyr, the Yukon was a violent place to live. Whitefang survives because his friend protect him. Ağ dişin xilas olmasında, yəni yaşamasında onun dostlarının onu qoruması deyil, anasının qoruması göstərilir. Think, düşünək. The review says there are sad moments in the book. Which of these things do you think are possible? Why? Deməli, deyir ki, burada kitabda bəzi qəmgin anlar göstərilmişdir. Bunlardan hansı sizin fikrinizcə doğru ola bilər və niyə? Whitefang dies in a fight. Döyüşdə öldü, həlak oldu. Xeyr. Whitefang's oven is cruel to him. Onun sahibi ona zalim idi. Kitchen cannot find food to give Whitefang. Deyir, anası ona yemək tapa bilmirdi. Think of 3 reasons to read this book. Deyir, kitabı oxuyarkən bu 3 səbəbi fikirləşməliyik. Məncə burada Whitefang's oven is cruel to him. Onların deməli yiyələri onlara zalımcasına yanaşırdı. Növbəti 57-ci səhifə. Review Unit 3 and 4. Deməli, 3-cü və 4-cü bölmələrdə olan sözlərdən istifadə edəcək. Vokabulary lüğətdir. Birinci tapşırıq. Name the holiday activities AD. The number the activities in your order of preference, your favorite. Biz burada A, B, C, D şəkillərin adlarını qeyd edəcəyik. Birincidə kayakingdir, avar çəkmə. İkincidə tour guide, deməli tur bələdçisidir. Reading horse, at minmək. D-də də fishingdir, balıqçılıq. Look at the emojis in the messages. Use the clues and complete the crossword puzzle. Biz bu qeyd edilən çərçivənin içərisindəki tapşırıqdakı sözləri tapıb həmin bu crosswordun içərisində yerləşdirməliyik. Soldan sağa olan cavab birinci düzgün tapılmışdır. Özləri qeyd edib kitabda. In the an amusement park in your town. Sənin şəhərində bir əyləncə parkı varmı? İndi biz yuxarıdan aşağı olan crosswordun hissələrini birləşdirməliyik. I like the countryside, but I prefer the beach. Mən şəhər ətrafında gəzməyə xoşlaram, lakin ən çox çimərliyə üstünlük verirəm. Deməli, ikincidə beach yerləşdiriləcək. 3-də there is a nice art museum near here. Orada bir incəsənət, yaxşı, qəşəng incəsənət muzeyi var. 4-də I always go near here. I always go camping near here. Mən buranın yaxınlığına tez-tez düşərgəyə, kampa gəlirəm. I love the visit a street market when I am on holiday. Deməli, mən tətildə olanda küçə marketlərinə, mağazalarına baş çəkməyi sevirəm. 3-cü tapşırıq. Complete the sentences with the word below which sentences are true for you. Discuss with a partner. Deməli, biz yuxarıda göstərilən arrive, çatmaq, remember, xatırlamaq, rush, tələsmək, walk, gəzmək kimi sözləri 1-dən 4-ə qədər olan cümlələrdə düzgün yerləşdirəcəyik. I often rush out of the house on Monday morning. Mən deməli, bazar ertəsi səhərləri çölə çıxmağa, evimin çölünə çıxmağa tələsirəm. I like to walk to the shopping center, but my sister prefers to take the bus. Mən deməli, ticarət mərkəzinə piyada getməyi, gəzə-gəzə getməyə, lakin mənim bacım isə avtobusla getməyə üstün tutur. When I arrived at school, mən məktəbə çatanda, I often hang out with my friends at the playing fields. Dostlarımla 4-cü tapşırıq.
Put the letters in the correct order to write line expression. The complete sentences AD with the correct time expressions one first. In the past, geçmişte. In the past, people painted pictures to tell stories. We still like picture stories in the present. Geçmişte insanlar hekayələri şəkil çəkməklə söyləyirdi. Biz hələ də həmin şəkil hekayələrini indi də xoşlayırıq. Last week, keçən həftə. Last week'i biz burada C bəndindən uyğunlaşdıracağıq. I didn't go to the street market last week. Mən keçən həftə küçə mağazasına getmədim. I went there this week. Mən ora bu həftə getdim. Years ago. Uzun illər əvvəl. Years ago when my parents were teenagers. İllər əvvəl mənim valideynlərim yeniyetmə olanda there was a farm here. Burada bir ferma var idi. Now there is a hotel here. İndi burada bir otel var. One day, bir gün. I lived near the beach when I was a child. Mən uşaq olanda çimərliyin yanında yaşayırdım. One day my father said, let's go kayaking. Bir gün atam dedi ki, gəlin avar çəkməyə gedək. 5-ci tapşırıqda choose the correct options. Düzgün fikrimizi burada qeyd edəcəyik. Şagirdlər, burada was, were, yəni to be fiilinin keçmiş zaman forması, am is anın keçmiş zaman forması was, were-ni düzgün yerləşdirmək lazımdır. Düzgün sual formasında və təsdiq formasında burada yerləşdirəcəyik. Onu da qeyd edim ki, was, were əgər mübtada təkdədirsə was, cəmdədirsə isə were işlədilir. Sual cümlələrində isə was, were mübtədanın əvvəlinə keçir. Başlayaq. Anar, hey, how was your weekend? Anar, sənin həftə sonu necə oldu? Cavid, it was great, thanks. Yaxşı oldu. Təşəkkürlər. Anar, were you at the beach on Saturday morning? Sən şənbə səhəri çimərlikdə oldun? Cavid, no, I was at the swimming pool. Xeyr, mən üzgüçülük havuzundaydım. Anar, was there və yaxud was there many people? Many people cəmdə olduğuna görə biz was there-ni götürəcəyik. Was there many people there? Orada çoxlu adamlar var idi. Cavid, no, not really. Xeyr, but there was a problem. The water was very cold. Bir problem var idi. Su çox soyuq idi. Anar, oh no, ola bilməz. 6-cı tapşırıq. Complete the conversations. Use the correct past simple form of the word. Deməli, burada biz söhbəti tamamlayacaq, yəni dialoqu tamamlayacaq. Mötərizədə verilən feilləri keçmiş sadə zamana çevirəcəyik. Keçmiş sadə zamana feillər çevrilərkən qaydalı və qaydasız feillər kimi çevrilir. Qaydalı feillər regular verbs, qaydasız feillər isə irregular verbsdir. Qaydalı feillər çevrilərkən sonuna ed şəkilçisi, qaydasız feillər çevrilərkən tərkibindən dəyişir, yəni V2 ilə götürülür. Hi, I arrived here in Buenos Aires yesterday. Salam, mən dünənlərin Buenos Airesə çatdım. Cool, how are you? Yaxşı, necəsən? Fine, yaxşıyam. I wanted to stay in the hotel rooms playing video games last night, but my parents had different plans. Mən dünənlərim otel otağında qalıb video oyun oynamaq istəyirdim, lakin mənim valideynlərimin başqa planları var idi. Really, həqiqətən, well, bəli, we went to a restaurant and after that we watched a comedy show. I laughed a lot. Biz restorana getdik və sonra isə bir gülməli şoya baxdıq və mən çox güldüm. 7-ci tapşırıq. Look at what Rafael and Julia did on their holidays. Make sentences using the correct affirmative and negative form of the past simple. Deməli, burada Rafael və Julia'nın tətildə nə etdiklərindən söhbət gedir və biz bunları təsdiq və ya inkar formada çevirərək, keçmiş zamana çevirərək yazacağıq.
Birinci, Rafael go camping. Rafael düşərgəyə getdi. Rafael go kayaking. Avar çəkməyə getdi. Julia sizcə historic center. Julia tarixi yerlərə baxır. Rafael and Julia visit a street market. Rafael və Julia küçə marketlərinə baş çəkir. Rafael go camping. Bunu keçmiş sadə zamanda və təsdiq cümlədə belə qeyd edəcəyik. Rafael went camping. Rafael didn't go kayaking. Rafael visited a street market. Julia ise Julia visited a street market. Julia didn't see the historic center. Check your progress. I can. Talk about things to do on holidays. Tətildə nə etdinizsə onun haqqında danış. Use past simple to be and there were. Keçmiş zamanda to be'nin formasından və var idi, var idilər zeri-zira ifadəsinin keçmiş zaman formasından istifadə edirik. Talk about stories and storytelling. Hekayələr və hekayətlər danışmaq. Use past simple of regular and irregular verbs. Keçmiş zamanda qaydalı və qaydasız feillərdən istifadə etmək. Learn to learn. Öyrənməkdən öyrənməyə. Finding examples of new words. Yeni sözlərə aid biz nümunələr tapırıq. Find examples of new words in different places. For example, on website, in videos, in songs or in this book. Write the examples in your notebook. Read your examples often. Deməli, biz bu sözlərə uyğun müxtəlif yerlərdən, veb saytlardan, mahnılardan, sonra videolardan, həmçinin bu kitabdan nümunələr tapırıq və onları dəftərimizə qeyd edirik. Sonra isə onları tez-tez oxuyuruq. Burada nümunə verilib, nümunə də göstərilir. İkisi hamısı nümunələrdir. Where from haradan götürmüşüksə, yəni o yerlərin adı göstərilir. Healthy food we saw this year. Sağlam qidanı biz bu il gördük. So, C'nin keçmiş zaman formasıdır. Blog www.foodblogger.com. İkinci, they saw us at the park. Onlar bizi parkda gördü. Actor in TV series Always on Holiday. Deməli, həmişə tətildə televiziya seriyasından aktyor deyib. But I saw her. Lakin mən onu gördüm. My English Textbooks Unit 4. Mənim ingilis dili test kitabından 4-cü bölmə.